Peşəkarsansa, inkişafda bu 10 səhvi etmə. Niyə bəziləri irəliləyir, amma sən yox? Özünü yoxla gör, səndə hansı var? Birincisi, gec başlamaq. Çoxları peşəkar inkişafı diplomdan sonra axtarır. Halbuki ən vacib başlanğıc birinci kursdadır. 2. İstiqamətsiz öyrənmək. Hər şeyi öyrənməyə çalışırsansa, sən çox şeydə orta, amma heç nədə güclü olmayacaqsan. Fokusunu gücləndir. 3. Təcrübəni təxirə salmaq. Hələ hazır deyiləm deməklə sən sadəcə zaman itirəcəksən. Hazırlıq başlamaqdan sonra gəlməlidir. 4. Mentorsuz irəliləmək. Yox, mən tək bacarmaram deyirsənsə, mentorla irəlilə. Tək getmə, soruş, dinlə, öyrən. Bir mentorun bir cümləsi bəzən sənin illərlə etdiyin səhvi izah edə bilər. 5. Soft skill'ları laqeyd qoymaq. Diplom sənə qapı açır. Amma o qapıdan keçməyi ünsiyyət, təqdimat və qərar vermə bacarığı təmin edir. 6. Networkingi səhv anlamaq. Əlaqə yaratmaq tanışlıq deyil. Bu, qarşılıqlı dəyər yaratmaq bacarığıdır. 7. Başqaları ilə müqayisə. Sənin yolun başqasının sürəti ilə ölçülmür. İnkişaf öz potensialını tanımaqla başlayır. 8. Tənqidə qapalı olmaq. Əgər tənqid səni incidirsə, deməli hələ böyüməlisən. Çünki tənqid səni dayandırmaq yox, dəyişmək üçündür. 9. Nəticəyə aludə olmaq. Hələ nəticə yoxdur, demə. İrəliləyiş səssiz olur. Amma sabit qalmaq gürültuludur. Və ən nəhayət 10. Öz dəyərini anlamamaq. Əgər sən öz dəyərini tanımırsansa, heç kim tanıtmayacaq. İnkişafın başlanğıcı öz dəyərinə inanmaqdır. Bu səhvlər hamımızda olub. Fərq ondadır ki, kimsə onlardan qaçır, kim isə onlardan öyrənir.